Ulu Öndər Heydər Əliyevin anadan olmasına 102-ci il dönümü münasibətilə Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə repressiya qurbanlarına Heydər Əliyev qayğısı, Hüseyn Cavidi anırıq adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Səfərova gəncliyin, xüsusilə şagirdlərin, müasir dövlətçiliyimizin banisi olan Heydər Əliyevi daha yaxından tanıması üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Böyük siyasət və dövlət xadimləri dövlətçilik ənənələrini ancaq bərqərar etmir. Onun əbədiliyində həlledici rol oynayan gəncliyin mütərəqqi ideya daşıyıcısına çevrilməyə çalışırlar, deyərək Tahirə Səfərova hazırda baş tutan tədbirin bu mənada təqdirə layiq olduğunu qeyd edib. İdeologiyaların fundamental rolundan danışan Tahirə Səfərova, yaradıcılığında Azərbaycançılıqla bərabər bəşəri dəyərləri təbliğ edən Hüseyn Cavidin nəşinin doğulduğu Naxçıvan torpağına gətirilərək orada dəfn edilməsinin mənəvi çəkisini xüsusi vurğulayıb. Çıxış edən yazıcı publisist Aygün Hacıyeva bildirib ki, 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən gətirilərək doğma vətənində dəfn edilməsi, mənəvi bəraət alması, ev muzeyinin təşkili, yubileylərinin dövlət səviyyəsində qeyd olunması və s. Ulu Öndərin təkcə şairə deyil, bütün Azərbaycan ədəbiyyatına və bədii ictimai fikrinə ehtiramının təcəssümü idi. Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsində iştirak edən komissiyanın sədri Həmid Cəfərov bildirib ki, görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü, xeyir duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi, ədəbi mühitimizdə əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi kimi böyük ictimai-siyasi hadisə olub. Digər çıxış edənlər belə tədbirlərin, görüşlərin gənclərin maarifləndirilməsi istiqamətində əhəmiyyətindən danışıb və gələn qonaqlara öz təşəkkürlərini bildiriblər.